Tom dayının dağmasında o səhv eləmirəmsə qul alverçi Legri olur, düzdür? O deyir, zənciləri döyür və o müzakirələrin birində deyir ki, sən doğrudan elə bilsən ki, bunlar ağrı hiss eləyir, belə məzmunlu sözdür. İnana bilmir bunlar insandılar. Niyə? Həmin bunun dalında bir fəlsəfi cərəyan durub. Ona görə deyirəm, günümüzün ən çətin problemlərindən biri budur ki, bütün günahlar üçün bir fəlsəfə düzəldiblər. Bir cərəyan düzəldiblər, məktəb düzəldiblər, elm düzəldiblər. Bunu tədris edirlər. Gəldik, deməli, nə etdilər? Bütün aləmi desakralizasiyaya uğratdılar. Müqəddəsliyi ondan götürdülər. Təbiət müqəddəsdirmi? Bu nə sözdür? Müqəddəslik anlayışımız yoxdur. Bu heyvan Allahın yaratdığı məxluq. Çünki Allaha nisbət verirsən, bir toxunulmazlığı, bir müqəddəsliyi varmı? Bu nə sözdür? Bu cahilana sözdür. Elm bu sözü qəbul etmir. Ağıl bu sözü qəbul etmir. Və yaxud daha sonra təcrübə bu sözü qəbul etmir. Bütün aləmdə müqəddəsliyi apardılar. İnsanla təbiətin uzlaşmasını, insanla təbiətin üzləşməsinə gətirib çıxartdılar. İnsan təbiəti istismar etməlidir. İnsan ali varlıq kimi, ali varlıq. Təbiəti istismar etməlidir. Digər heyvanları istismar etməlidir. Gəlib nə etməlidir? Digər irqləri və digər dinləri və xalları, millətləri istismar etməlidir. Bu bir növ kolonializmə, müstəmləkəçiliyə mühərrik oldu da. Düzdür, görürsün necə gedirlər, axışırlar, əraziləri tuturlar, xalları necə rəftar edirlər. Ola bilsin mədəniyyət baxımından fərqli, aşağı, dil, dəri, din baxımından fərqli insanlarla necə rəftar edirlər. Həmin dövrdə heyvanpərəstlik elə gözə çarpmır. Niyə? Çünki bir robot kimi, maşın kimi baxırlar. Məsələn, itbazlıq o həddə yoxdur. İtlərlə məsələn çox oturub dursunlar. Amma bir məsələdə insan fərdidir. Modern insan tənhalaşıb, təkdir. Allah ondan götürüblər. Başqa insanlarla bu rəqabətdədir. İqtisadiyyatda, ictimai həyatda fərdiləşib, mübarizə meydanındadır, daim. Başqalarını özünə rəqib görür. Bütün müqəddəsliyi ondan alıblar, o tənhalaşıb, təkləşib. Sartre'nin sözü ilə desək, onda bir qara boşluq yaranıb. Bu qara boşluğu nə ilə doldurmaq istəyirsən? İnsan ictimai varlıqdır, fitrət fəryad çəkir. Mən ictimai varlığam. Amma o fərdiliyi sevir, egoistdir, insan egoist olub. O qəbul edə bilmir başqası ilə rahat yola getsin, öz mənafeyini onun uğrunda fəda etsin. Məsələn, bizdə xums var, zəkat var, düzdür. Liberal iqtisadiyyatda bizdə hazırda tədris olunan iqtisadiyyatda məgər bu bəhslər var, bu mövzular var. Xeyr.